Salam, çox vacib bir xəbəri diqqətinizə çatdırıram. Paylaşın və kanalımıza abunə olun. Jurnalist Cavanşir Həsənli keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi ilə bağlı araşdırma ilə çıxış edib. Statinfo xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin araşdırması göstərir ki, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı otellərlə məhdudlaşmırmış. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun Moskvada Leon Baby və Myasnaya Garant kimi ticarət markaları var. Jurnalist qeyd edib ki, nazir Moskvada təkcə balıq, malyusk, toyuq cücə deyil, həm də neft və qaz məhsulları satırmış. Həm də Əbülfəz Qarayev nazir olduğu illərdə. Siyahıya baxın sona qədər. 2004-cü ilin fevralında Panamada Rimba şirkətini təsis edib. 2008-ci ildə Xorvatiyada LK Ltd şirkətini həyat yoldaşının adına təsis edib. Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan amfiteatr otelini alıb. 2010-cu ildə həyat yoldaşı Lalə Kazımovanın adına KL Bodrum Emlak Ticarət və Sanayi Limited şirkətini təsis edib. 28 iyul 2010-cu ildə Moskvada Çəhrayı Sunk Məhdud Məsuliyyətli Cəmiyyətinin Rozviskuns təsisi kimi qeydiyyatdan keçib. 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb. 7 aprel 2014-cü ildə Moskvada Gals MMC-nin rəhbəri olub. 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb. 23.06.2017-ci ildə Moskvada GZK Oil MMC-ni təsis edib. 18 may 2023-cü ildə Ç Corporation MMC-nin təsisçisi kimi qeydiyyatdan keçib və buna qədər təsisçi qismində Əbülfəz Qarayevin təsisçi olduğu Gals və Çəhrayı Sank MMC ilə iştirak edib.